Tip 1 və tip 2 diabet ümumi olaraq şəkərli diabet adı altında birləşsələr də, amma həm xəstəliyin etiopatogenezinə görə, həm xəstəliyin gedişinə görə və müalicəsinə görə bir-birindən tamamilə fərqlənən iki ayrı xəstəliklərdir. Bir sıra xəstələrimiz var, illərlə diabet xəstəsidir, lakin tip 1 mi, tip 2 mi diabet olduğunu hələ də bilmirlər. Tip 1 diabet daha çox uşaqlıq və ya gənclik yaş dövrlərində başlayır və çox vaxt autoimmun səbəblə yaranır. Bu xəstələrdə mədə-altı vəz insulin istehsal etmir və orqanizmdə mütləq insulin çatışmazlığı yaranır. Xəstəlik kəskin gedişli olur və bu xəstələrdə insulin müalicəsi mütləq göstərişdir. Tip 2 diabetli xəstələr isə daha çox orta yaşlı və yaşlı şəxslərdə müşahidə olunur. Bu xəstəliyin yaranma mexanizmi orqanizmdə insulin rezistentliyi fonunda yaranır. Yəni mədə-altı vəz insulin sekresiya eləyir, lakin orqanizmin hüceyrələrində insulinə həssaslıq itir və insulinə qarşı bir rezistentlik yaranır. Bu xəstələrin müalicəsində həyat tərzi dəyişikliyi, fiziki aktivlik, düzgün qidalanma və lazım olduqda dərmanlarla müalicə mümkündür. Unutmayın ki, erkən diaqnoz və düzgün nəzarət hər iki diabetdə ağırlaşmaların qarşısını ala bilər.